figurun sayəsini birlikdə hesablayaq. İlk öncə belə bir figurla qarşılaşsaq, biz bu figuru hissələrə ayıracağıq. Həmin hissələrin sahələrini tapıb sonda toplayacağıq. Gəlin başlayaq. Mən bir figuru belə bir hissəyə ayırıram. Gördüyünüz kimi aşağıda bir düz bucaqlı əmələ gəldi. Bu düz bucaqlının uzunluğu bəllidir, yəni 11 cm-dir. Enini isə necə tapacağıq? Biz gördüyümüz kimi eni 12 cm-dir, amma biz bunu hissəyə ayırdığımız üçün bu qalan hissənin enini tapmalıyıq. Bu ümumi hissə 12 cm-dirsə, bu hissə 3 cm-dirsə, deməli burada 3 cm-dir. 12-dən həmin 3-ü çıxacağıq və biz ayırdığımız hissənin enini tapacağıq. 12-dən 3-ü çıxaraq 9, yəni bu hissənin eni olacaq 9 cm. Biz bilirik ki, düzbucaqlının sahəsini tapmaq üçün uzunluğunu eninə vuracağıq. Əgər bu hissə uzunluğu 11 cm-dirsə, deməli bu hissə də 11 cm olacaq. Yəni ayırdığımız bu hissə. Sahəsini tapmaq üçün 15 vururuq 9-a. Bərabər olur 135. Aşağıdakı hissənin sahəsini tapdıq. Gəlin qalan bu iki hissənin sahəsini tapaq. Yenə də en məlumdur, uzunluq da məlumdur. Bu hissənin sahəsi olacaq 12. Yəni uzunluğunu eninə vuracağıq, olacaq 12. 4 vurulsun 3 bərabər 12. Bu hissənin sahəsini tapdıq, qaldı bu hissə. Bu hissənin uzunluğu bizə məlumdur, yəni 6 cm-dir. Enini necə tapacaq? Əgər bu hissə 3 cm-dirsə, bu hissə də 3 cm olacaq. Yenə də uzunluğunu eninə vururuq və sahəsini tapırıq. 6 vurulsun 3 bərabər 18 olacaq. Ayrı-ayrılıqda hər birinin sahəsini tapandan sonra hamısını toplayırıq. Yəni birinci sahə 135. Üzərinə gəlirik buranın sahəsini 12 və üzərinə gəlirik buranın sahəsini, yəni 18. Cavabımız olacaq 165 cm.